Salam. Belə bir sualımız var idi ki, xəritə üzərində bizim yol məlumatlarımız var. Hansı ki, bu yol məlumatlarımızı simbologiya eləmək istəyirik və bunu xəritə halında çap eləmək istəyirik. Bizdə belə bir simbologiya növümüz var idi ki, dərsimizdə də bunu demişdik ki, simbologiyanızı hansısa bir sütuna görə simbologiya elə bilirik. F klass sütununa görə məsələn simbologiya elədik. Burada laylar çoxdur. Mən hamısını üzərində göstərməyəcəm. Bunların bir ikisini istifadə edəcəyik. Məsələn, bizdə problem nə yaradırdı? Bunu xəritə kimi çap eləyəndə şərt işarə bölməsində məsələn bu yolların hamısı düşürdü. Amma əslində mənim məntiqim, bizim istəyimiz nə idi? Biz istəyirdik ki, bunları buradan qruplaşdırım, daha aydın bizə olacaq ki, mən istəyirdim ki, həmin yollarımızı eyni rəngdə olsun yollarımız. Sadəcə yaşayış məntəqələrinə yaxınlaşanda, yaşayış məntəqələrinə həmin yollarımız yaşayış məntəqələrində xəritə ekranına keçəndə şey olurdu. Göstərim sizə daha canlı baxaq. Simbologiyanı düzəldək. Xəritə ekranına keçəndə yolların bütün hamısının ölçüsü eyni cür olurdu yolların. Yəni ki, çox qalın olurdu. Sıx yerlərdə, yəni bu xəritə kimi çap eləyəndə qarışıq şəkildə oxunurdu. Mənim məqsədim odur ki, sıx yerlərdə bizim yaşayış ərazisi olan yerdə xəritənin simbologiyaların qalınlığını azaldaq, böyüdək, amma əhəmiyyətli yolların qalınlığı böyük olsun. Bunun üçün biz simbologiyanın müxtəlif indi metodlarını göstərəcəyik sizə. Bunları biz necə eləyək ki, burada primaridir və digərlərdir. Bunun üzrində uğraşmayım, məqsədimizi əslində gördük. Və həmçində istəyirəm ki, mən bunlara bu yollar dizayn olundan sonra şərt işarə bölməsində bir dənə yol görünsün ki, şərt işarəmin adı bir dənə yol layı olsun və bu bir dənə layını hamısını da hərəsinə bir simbologiya eləməyəcəm, tək yol verəcəm. Məqsədimiz demək nədir? Məqsədimiz ondan ibarətdir ki, xəritə üzərində bizim yollarımız var. Biz istəyirik ki, bu yolların hamısı bir rəngdə olacaq, simbologiya olmaz. Bir rəngdə ancaq, məsələn, bəzi köməkçi yollar var, yaşayış yolları var, hamısı eyni qalınlıqda, eyni yol simbologiyasında olmasını istəyirəm. Mən istəyirəm ki, məsələn, kənd arası yollarım, məsələn, shift ölçüsü qalınlığı məsələn 3 olsun, yaşayış yerləri 1 olsun ki, xəritəyə baxanda xəritəmiz daha oxunur, daha gözə çarpan olsun. Ona görə də bunun bir neçə yolu var. Bunu sizə göstərəcəm indi. Bunun ilk növbəsi odur ki, bax bunu məsələn mən normal simbologiyamı, unique value simbologiyamı, single simbologiya eləyirəm. Rəngləri dəyişdirəcəm, rəngin önəmi yoxdur. Buradan da rəng bölməsini məsələn seçə bilərik. Bunu seçirik, ya bunu seçim. Daha göstərim. Rəngi də belədir. Mən burada məsələn 1-2-3 yol qrupu var. İstəyirəm ki, həmin yolları seçəm, qruplaşdıram. Buradan layımı bir 3 kopya edəcəm. 3 əsas yol üzərində göstərəcəm və sizə aydın şey olacaq. Yenə copy paste eləməliydim. Copy paste. Tamam. 3 dənə yolum var. İndi buradan mən nə edirəm? Definition query əlavə eləyəcəm yoluma. Definition query. Nəyə görə eləyəcəm? F klassa görə əlavə eləyirəm. Birinci gələn yolum nəyə istəyirəm? İstəyirəm ki, primary yollar olsun. Birinci gələn yolum. Bax, bunu primary yazıram. Primary olsun. Mən hamısını bir rəngdə göstərmək istəyirəm. Xəritədə söhbət çap ekranında yaxşı görünməyindən gedir. Yenə ikinciyə definition query əlavə eləyirəm. İkincidə də F klassa görə burada residential seçmək istəyirəm. Yaşayış yerlərin yolları olsun. Residential adında residential yazıram. Və üçüncündə secondary eləyəm. Yəni siz bütün qrupları da əlavə eləyə bilərsiniz. Mən vaxt getməsin deyə sadəcə 3-ün üzərinə, nümunə üzərindən göstərirəm ki, belə bir şey də ola bilər. 2 metodu var. 2-3 metodu var. Mən 2 ən çox istifadə etdiyimi deyirəm. Digəri secondarydir.
secondary metodu. Secondary. Demək yollarımızı dəyişdik, qruplarımızı dəyişdik. İndi bunları nə etmək istəyirəm? İndi mən bunları bir dənə qrup yaradacağam. Qrupa əlavə eləyəcəm ki, bunlar yol qruplarımdır. Bax, burada qrup yaradıram. Qrupumda adım verəcəm. Roads. Mənim qrupum nə oldu? Yollar oldu. Bunları məsələn qalınlıqların rezidental sırf bu yaşayış olan yerdir. Məsələn buradan adi bildiyimiz simvologiyadır. Bunun üstə çox durmayacağam. Çünki bunları keçmişik. Buradan məsələn azaldıram. Rəngin falan hər şeyini də ayarlaya bilərsiniz bunların. Secondary'ində məsələn rəngləri də dəyişdirə bilərsiniz. Elədim 1. Yəni bu 1 olacaqsa ikisini qrup şəklində eləyə bilərik. Mən məntiq olaraq bunları bu formada birləşdirdim. Və yaxud da yollarımızın bu birləşmə çıxıntıları çox bir-birinin içinə girir. Yəni bunları aktivləşdirə bilərsiniz. Bu kəsişmələri səlis şəkildə eləyir. Hansı kəsişmələr daha bir-birinə fərqli. Kəsişməmizə baxaq. Bunu burada daha aydın başa düşmək olar layoutda. Yenə də qalınlıqlarda fərq var. Yəni o istəyə görə azalda bilərik. Bax, bu keçidləri deyirdim. Keçidləri buradan əlavə etmək lazımdır. Yaxşı, bu hissəsini əlavə elədik. İndi gəlin biz layout bölməmizə baxaq görək. Layout bölməmizdə necə görsənir bizim. Layout bölməmizə inzibati vahidlərdə legend arxasında bizim burada roads'umuz var idi map'in altında. Roads'u əlavə edirəm layout'a. Primary kimi əlavə olundu. Deməli, bizim yollarımız əlavə olundu və legend bölməsində düşdü. Bizim məqsədimiz nə idi? Bu yolların rəngləri eynidir, simvologiyası eynidir. Sadəcə qalınlığına, böyüklüyünə görə fərqləndiririk. İstəmirik ki, məsələn, legendada bunlar görsənsin, hamısı bir yerdə ayrı-ayrı görsənsin. İstəkdən asılı, tapşırıqdan asılı. Bizim tapşırığımız odur ki, sadəcə bir dənə yollar olsun. Bir dənə bunun background'un düzəldək, yaxşı görsənsin. Normal background kimi görsənsin ki, oxuya bilək bunu. Bu da ölçüyə görə tənzimlənir. Yəni ki, yazın ölçüsü yerləşdikcə yazın ölçüsü miqyas seçmiş ki, miqyasa uyğun bizə yazı ölçüsü versin. Onu da buradan eləmiş, referensi. Ona görə, yəni miqyasa uyğun yazı varsa, bunu nə qədər böyütsək də ondan artıq böyüməyəcək. Deməli, burada istəyirəm ki, məsələn, yollarım olsun, yol adı olsun. Onda bunu sadə üsullarla deyir. Məsələn, bir dənəsinin adını dəyişdirib yollar eləsək. Yollar. İndi bunun başqa yolunu da deyəcəm sizə, yollar. Gördünüz, burada dəyişdi və bu digərlərin yol gözünü bağlaya bilirik. Bizim şeyimizdə, legendamızda görsənmir o, həmin o yollar. Məsələn, buradan bu məlumatları atım burada Railways var əslində. Bəli. Yəni bizim yenə də simvologiyamız hansı oldu? Bir dənə yollar oldu. Yox, əgər sizə istəyirsiniz ki, klassifikasiya eləyəsiniz, hamısı görsənsin, həmin məlumatların. Onda siz hamısının gözünü aça bilərsiniz. Bizim tapşırığımız o idi ki, xəritədə hamısını göstərmək istəmirik. Sadəcə bir dənə simbologiya ilə göstərmək istəyirik ki, buradakı şərt işarəmiz yol adlardır. İndi bunun növbəti edə bilməyimiz üçün növbəti bir metodumuz var. Gəlin onu da deyim sizə. Bunu kopyalayıram. Yenə bir kopyası üzərində işləyəcəm. Bunu bağlamışıq əsas yola. Buradan definition query var idi. O birisində definition query-mi götürürəm ki, hansı ki istəyirəm digər yollarda gəlsin. Və yaxud da definition götürüm digər yollarda gəlsin.
Definition query'mi götürdüm. Simbologiyasını bunun bax, bu simbologiyanı seçirəm. Burada görürsünüz necə də qarışıqlıqdır da bunun hamısı. İndi bunu simbologiya üzərindən necə düzəldəcəyik? Bu simbologiyamızda bax, burada da sizə burasını göstərək bunun. Yəni bu qarışıqlığı həll eləmək istəyir ki, xəritə çap edəndə bu qarışıqlığımız görünməsin. Bax, o qarışıqlığı burası açıqdır. Bax, simbologiya bölməmiz single simbologiya olacaq. Bax, buradan bura keçirik. Very simbology by attribute bölməmizə keçirik. Buradan size bölməsinə gəlirik və size bölməsində burada özümüz expression yaradacağıq. Əlimizdən yazacağıq. Burada arcade və VB-Script üzərindən kod yaza bilərsiniz. Mən arcade üzərindən yazacağım. Siz də buna baxa bilərsiniz. Məsələn, şərt qoyuruq. When mötərizəmizi açırıq. Nə hansı sütuna görə eləyirik? Feature class sütunumuza görə eləyirik. Bərabərdir. Məsələn, yol adımız nə idi bizim yol adlarımız? Burada biri rezidental idi. Ölçüsünü verirəm ki, məsələn, 1 olsun. Digərinə keçirəm. Və yenə hansı sütunumda da onu seçirəm. Bərabərdir. Secondary yazıram. Secondary yazdıq. Bunun da qalınlığı 2 eləyirəm yenə. Növbəti şərtimi yazıram. When mötərizəni düzəşmədim. When yenə feature classımı yazıram. Və üstünə məlumatımı istəyirəm olsun. O birisini də nə yazıram? Primary. Primary də 3 olsun və bir dənə də əlavə 1 qoyuram ki, hansı ki kateqoriyada olmayanlar da o rəngdə olsun. 3 dənə mötərizə açmışdım, 3 dənə mötərizəni bağladım. İndi buradan simbologiyamızı tətbiq elədik. Gördünüz? İndi layout bölməsinə gəlirəm. Layout bölməsində. Yəni, xəritənin, yolların oxunurluğunu buradan özünüz müşahidə eləyə bilərsiniz. Ki, hansı ki, xəritəmdə burasını klik eləməmişik. Frame-dən sürüşüb. Map-i klik edirik. Hərəkət eləməsin. Simbologiyamız. Yəni, simbologiyamız buradadır. Yollar. Bunu atacağıq bura. Gördünüz indi. Bir dənə simbologiyam oldu. Yollar və hər birində simbologiyasına görə dizayn elədim. İndi yollarımız daha yaxşı oxunuqlu, daha yaxşı aydın görünür. Bu ölçüləri yenə də özünüz balacaladıb böyüdə bilərsiniz. Ölçülərimizi hardan balacaladıb böyüdə bilərik, onu təkrar bir də göstərirəm. Məsələn, burada mən vermişdim primərini 3 olsun. Siz bunu 3 eləməyərsiniz. Məsələn, istəyirsiniz ki, 2 eləyəsiniz, daha yaxşı oxunsun. Bunu 1 eləyə bilərsiniz. Bu birini də deyirsiniz ki, lap balacalarda 0,5 qalınlıqla olsun. Yenə də OK veririk. Nəticəmizə layout bölməsinə xəritəmizin çap. Layoutda 127% və 100% çap olunanda, məsələn, necə görsənəcək o formada olur. Məncə daha yaxşı oxunuqlu görsəndi. Həm simbologiya olacaq bir rəngdir, simbologiyamızda bir rəngdir. Xəritədə əks etdirə bilərsiniz ki, tək yollarımız var, dəmir yollar, digər məlumatlar da ala bilərsiniz. İndi bu dəqiqə məqsəd yollar üzərindən göstərdiyimə görə bu hissələrinə də bir də sizə diqqət eləyin. Həmin hissələri isə buradan bağlayıb açırıq. Və indi layoutda baxanda fərqi görürsünüz, yollarımız necə qarışdı bir-birinə, kəsişmə nöqtələri. Bax, hamısı x gəl, üstə gəl, yol oxşamır da çəkilən. Bunu da yəni buradan yenə simbology bölməsinə bax, bunu enable symbology layer drawing aktivləşdiririk. Aktivləşdirəndə görürsünüz,
gözəl, yaxşı bir simbologiya oldu, dizayn oldu, yəni bu məsələ və şərti işarəmizdə həmçinin bir də oldu. Bunu çox, məsələn, simbologiyalar elədiniz. Bir neçə dənə simbologiya, hamısı onsuz da atanda avtomatik gəlib düşür də bura. Bizim əlavə elədiyimiz simbologiyalarımız, hansı ki, xəritəyə əlavə eləmişik. Bunları digər bir yolda siz demişdiniz. Yəni bunu eləyə bilərsiniz. O da əgər dinamik bir iş görməyəsinizsə, dinamik bir konverti qrafik eləyirsiniz, yaz kimi, digərlərini silirsiniz. Məsələn, tək yollar lazımdırsa yollar qalır. Onda konvert to qrafik eləyəndə görməsən primary, yollar, secondary, bunlar sizə lazım deyil, istəyirsiniz bir dənəsi olsun, sarı rəngin olsun. Onda burada mən deyirəm, konvert to qrafik eləyərsiniz. Qrafikə çevriləndə bu hər bir, əslində onu da göstərə bilər. Konvert to qrafik eləyəndə gördünüz, hər biri ayrı bir obyekt kimi seçilir. Onda bunları seçirsiniz, birini saxlayırsınız. Bu da dinamik olmur da. Yəni səhər sizə başqa tapşırıq gələndə bunu demişdik sizə. Başqa tapşırıq gələndə özə çətinlik çəkəsiniz ki, bunun üzərində bunu necə edit edəsiniz, necə dəyişdirəsiniz. Ona görə əvvəlki iki variantımızı yadınızda saxlayırıq. Biri buradan simbologiyadan, veri simbology attributdan, attribut sayına görə bir query əlavə edirik, kod yazırıq burada, buradan dizayn edirik. Digəri də query qoyaraq, bax belə hər qrup altına hər birini ayrı-ayrı simboloji şəklində əlavə edirsiniz, ölçülərini dizayn edirik və həmin ölçüyə görə burada keçirik layout bölməmizə. Layout bölməmizdə nə edirdik? Layout bölməmizdə legenda hissəsində həmin məlumatlarımızı əlavə edirik, burada görsənir. Bu, burada niyə deyə bilərsiniz ki, legenda niyə bu qədər qarışıq oldu, bayaq elə deyildi. Çünki bu adi legenda olmadı. Bunu convert qrafikə çevirdim. Hər bir detal özü ayrı-ayrı məlumatlarını bura əlavə elədi. Bunu da verdiyimiz tapşırıq üzərində test eləyərsiniz, yaxşı nəticə əldə eləyəsiniz. Özünüz belə xəritənizdə həmin o fərqi hiss eləyəsiniz ki, yollar necə sıx idi, indi necədir. Hələ bu sıxlıqların biraz da azaltmaq üçün bunları daha da biraz az eləyə bilərsiniz, qalınlıqlarını. Hamısı dizaynla zövq məsələsidir, kartoqrafik dizaynla asılıdır. Buyur, təşəkkür edirəm.